Salamlar. Ümid edirəm ki, yaxşısınız. Çox maraqlı bir gündən. Bugün İmam Rza əleyhissalamın mövlududur. Bütün Əhlibeyt sevərləri, İmam Rza sevərləri təbrik edirəm. Bugün çox maraqlı bir mövzu ilə gəlmişəm sizə. Ümumiyyətlə YouTube-u sevməyimin ən böyük səbəblərindən biri çox rahatlıqla içimdən gəldiyi kimi danışmaqdır. Yəni elə bil telefonu qoyuram ora, kameranı qoyuram ora, çayımı sürəm, çox rahat belə axıcı şəkildə düşüncələrimi, hisslərimi, nə bilim, yanaşmalarımı sizinlə bölüşə bilirəm. Bəlkə də budur. Bugün mövzumuz çox fərqli bir mövzudur. Bugünkü mövzumuz çox biraz dərin mövzudur və təsirli bir mövzudur. Niyə? Çünki o deyir ki, isti çıxıb. Prosesin içindən isti çıxan bir insan kimi prosesin o istiliyi hələ keçməyib də, yəni o istiliyi hələ qoruyan birisi olaraq istəyirəm ki, bu prosesi sizinlə bölüşüm. Nədir bu? Yaxınlarım, məni izləyən insanlar bilir ki, 10 gündür atam itirmişəm. Biləm, Allah rəhmət eləsin deyirsiniz. Mən də buradan sizə deyirəm, ölənlərinizə rəhmət. Və bu proses elə bir prosesdir ki, bu prosesin əvvəli var, prosesin içi var və bir də prosesdən sonraki period var. Çox qəribə bir perioddur. Niyə? Çünki həmişə ruhumda fərqli bir abu-havalar olub. Yaşayacağım şeyləri, başıma gələcək olan hadisələri sanki əvvəlcədən hiss eləmək kimi bir, nə deyim buna, istedad deyim, bacarıq deyim, bir hiss, 6-cı hiss mi deyim, nə deyim bilmirəm. Bunu da siz daha yaxşı bilərsiniz. Amma həqiqətən elə bir period olub ki, sözün həqiqi mənasında mən başıma gələcək hadisə əvvəlcə hiss edə bilmişəm. Və məni izləyən, təlimlərimə, seminarlarıma qoşulan insanlar bilir ki, bu periodun əvvəlində daim mən onlara bunu xatırladırdım ki, mən hiss edirəm ki, çox dərin bir imtahan gəlir həyatıma və hiss edirəm ki, bu imtahan elə belə imtahan deyil, mənim həyatımı başdan aşağı dəyişdirəcək, mənə müəyyən bir köklü dəyişimlər gətirəcək bir imtahandır. Və bu imtahana hazırlaşmaq lazımdır. Bizim Gəncədə seminarımız olmuşdu. Həyat imtahanı ilə necə şəxsi inkişafımıza davam edə bilərik. Və mən yadımdadır ki, mən orada xanımlarla seminarda demişdim ki, elə hiss edirəm ki, mənim həyatımda hal-hazırda imtahanlar baş verir və mən bir dənə ekstra imtahanı hazırlaşırmış kimi. Və biz orada düsturlara baxdıq, imtahanı yola vermək üçün, imtahanı keçmək üçün, imtahanda qazanmaq, immunitet qazanmaq üçün nələr eləmək lazımdır. Bunların hamısına o period ərzində bir göz saldıq. Və gəldi elə çıxdı ki, həqiqətən mən doğrudan da hiss eləyirəmmiş ki, bir imtahan gözləyir məni. Ümumiyyətlə, belə bir söz var, deyir, insanların qəmi 3 formada olur. Siz də öz həyatınıza baxsaz, bunu bariz şəkildə görə bilərsiniz ki, qəm 3 formada olur. Biri var, qəm, başqasıyla özünü müqayisə edirsən, o müqayisə hissi sənə qəm gətirir. Gəncə ləhcəsindən danışacağım. Yəni, mən burada üzrə hesab eləyərsiniz. Çünki səmimiyyət var arada. Bu səmimiyyətə görə mən rahatlıqla özümü sıxmadan danışmaq istəyirəm. Sən bilsən ki, bir qəm gəlir, çünki sən başqasından özünü müqayisə edirsən. Başqasındakı müsbət cəhətlər, başqasının üstünlükləri, nədəsə bu ola bilər təhsildə, bu ola bilər işdə, bu ola bilər xarici görünüşdə və yaxud müəyyən nemətlər olsun. Başqasının üstünlükləri səndə yoxdur və sən başlayırsan özünü müqayisə edərək özündə bir qəm yaratmağa. Bu qəm təhlükəli qəmdir. İnsanı inkişafdan salan, insanı zəiflədən, insan ruh halını çökdürən bir qəmdir və çalışmalısan ki, bunun üzərində işləyəsən. İkinci bir qəm var ki, bu ayrılıq və itki üzərində qurulan qəmdir. Yəni, sən bir insandan ayrılırsan, o qəmni yaşayırsan, bir insanı itirirsən, biz buna misal üçün ölüm də deyə bilərik. Ölüm bir insan itkisidir. Yəni, sən bilirsən ki, bu insan artıq getdi, öldü. Az öncə bir psixoloqla söhbət edirdik. Mən qeyd etdi ki, Pəkər, sən atanı yeni itiribsən və sən təlimlərə və yaxud hansısa bir proqramlara qoşulmağın sənin yasını yaşamamağını gətirib çıxar. Yəni, sən əslində qaçırsan hardasa nədənsə. Okey, mən başa düşürəm. Bəlkə də haralardasa
bu yası tam şəkildə yaşamaq mənə ağrılı gəlir. Çünki mən ikinci bir imtahanı yaşayıram həyatımda. Ağır bir imtahanı 2 il bundan öncə kənarda qoydum. 2 il bundan öncə ağır bir imtahandan keçdim və bu indi mənim üçün yeni bir ağır imtahandır. Bəli, ola bilər ki, imtahanı keçmək mənim üçün ağrılı bir perioddur və mən ağrı yaşamamaq üçün, bu yası yaşamamaq üçün başımı nəyə-nəsə qatıram, okey. Amma mən qayıtdı dedi ki, sən ölmüş bir insana deyə bilməzsən ki, o rəhmətə getdi. Bəli, sən bilsən ki, rəhmətə getdi, amma getməyin bir adı da antonimidir. Misal üçün gəlməkdir. Yəni sən düşünürsən ki, getdi, gələcək. Sən onu konkret şəkildə öldü, artıq bu dünyada olmayacaq kimi bir şuur altına yerləşdirsən, özündə qəbul eləsən, bəli, bu sənə ağır gələcək, amma sən üzləşəcəksən. Sən yasını yaşamalısan. Bəli. Biz burada ayrılıqlar və ölümlərdə olan qəmi anlamalıyıq birinci ki, mən də özümdə bunu analiz edəndə görürəm ki, okey, bu yas verir, amma bunun pərdəsinin arxasında olan periyodda görmək lazımdır, qəbul eləmək lazımdır. Üçüncü qəm isə deyir insana şadlıq verən qəmdir. Yaxşı ki, sual verildi. Nətər bir qəm insana şadlıq verə bilər? Üzr istəyirəm, mənim səsim tutqundur. Qripləmişəm, ona görə səsim biraz belə tutqun gələ bilər. Üçüncü qəm nə cür ola bilər ki, insana şadlıq verə bilər? Hə, onda inanca görə Allah üçün və Əhl-Beyt üçün hiss edilən qəm, bəli, insana şadlıq verir və bu, bilirsiniz nətər? Mən heç bir inancı və yaxud heç bir məhəbbətim olmayan zaman belə bu dediklərimə mənə belə qəribə gəlir. Mən onu özüm yaşayandan sonra görmüşəm ki, həqiqətən bir şeyin həsrəti üçün, hansı ki o bir şey dediyim Allahdır, sən Allahın həsrəti üçün qəmlənirsənsə, bunu yaşayan insanlar təsdiqləyə bilər. Başqası üçün maraqsız gəlir, bəlkə nə danışır bu qız burada. Amma sən Allah üçün, Allahdan ayrı qaldığın üçün qəmlənirsənsə, daxilində o sən qəm gətirirsə, bu bir növ sənə şad hiss elətdir və çox qəribədir. Alimlər də əslində bunu göstərir və təsdiq edir ki, bəli, elə bir qəm daxilində olmalıdır ki, o qəm səni çöktürməsin, o qəm səni hərəkətə gətirsin, mexanizmə gətirsin, hərəkət mexanizmi yaratsın. Fikrimi izah edə bilirəm. Bəli, özünün mənfi tərəflərinə baxmalısan, özünün negativ tərəflərinin üstünə işləməlisən, amma sənin mənfi tərəflərin, sənin negativ tərəflərin, zəif tərəflərin səni inkişafdan salırsa və səni ruhdan salırsa, səni depressiyaya salırsa, səni hərəkətə gətirmirsə, usta məndə alınmır deyib oturursansa, bu doğru deyil. Bu uyğun deyil. Bununla sən heç bir yerə çata bilməzsən. Hə, sən öz mənfi tərəflərinə baxmalısan özünü düzəltmək üçün. Sən zəif tərəflərini görməlisən, onları gücləndirmək üçün. Bu zaman doğru yanaşma bu cür olur. İndi gəlir həyat imtahanlarımıza. Sən də, mən də insan olaraq qəbul eləməliyik ki, bu həyat imtahan üzərindədir və sən davamlı olaraq imtahan verirsən, məktəbdə imtahan verirsən, universitetdə imtahan verirsən, işdə verirsən, ailədə verirsən, cəmiyyətdə verirsən, imtahanlarını davamlı olaraq vallahi verirsən. Yaxşı ki, baxaq görək, o imtahanların kökündə sənə verilən mesajı, sənə ötürülən o səbəblər ki, toplusu var ki, sən orada onu görməlisən, sən ona görə hərəkət eləməlisən. O deyirik ki, sumkana öz azuqəni toplayıb yola çıxmaq məsələsi. Sənin sumkanda, çantanda yığa biləcəyin bir azuqa varmı ki, sən imtahana rastlaşanda bir o açasan, içindəkiləri götürəsən. İmtahanların gəlişini anlamaq lazımdır ki, davamlıdır. Bəli, qutarmır, var. Bir tərəflərdən insan sınanır. Amma məsələ sınanmaq və imtahana düşmək deyil. Məsələ sənin imtahanda və sınaqda olduğun zaman dönüşdüyün şəxsiyyətdir. Olduğun, türklər demiş ki, kişidir. Sən imtahanda olanda, sən sınaqda olanda, sən başına hadisə gələndə reaksiya göstərdiyin şəxssən. Yanaşman nə cürdürsə, üslubun nə cürdürsə, sən olsan. Artığı əksik deyil. Başına nə gəlirsə gəlsin, tutduğun mövqe sənin kimliyini göstərir. Ona görə biz bu situasiyada həmişə deyirik ki, biz deyəndə yəni dost tanır, ətraf olan insanlar deyir ki, yaxşı, sən
İmtahanın gəldi, sən bildin ki, sən imtahandasan, sən bildin ki, sənin üçün çətindir, ağırdır, okey. Birinci səbirli ol, bax, situasiya gör, nə yaşayırsan. Bir onu anlamağa çalış. Bir onu dərk eləməyə çalış ki, mən nə yaşayıram? Hal-hazırdakı situasiyadır. Mən psixologiyada da belə bir şey var. Deyir ki, olduğun yeri təsvir elə. Hal-hazırda mən otaqdayım, oturmuşam, çay var qabağımda, danışıram. Nə yaşayıram? Mən canlıyam. Yəni sən var olduğunu, hal-hazırdakı situasiyada var olduğunu hiss eləyirsən, düzdürmü? İmtahana gələndə də bu cür olmalıdır. Sən hiss eləməlisən ki, sən nə yaşayırsan? Bir dənə stopla. Hardasan? Nə yaşayırsan? Nədir bu başına gələnlər? Bildin? Ay, sağ ol. Mən nə etməliyəm? Mən burada nə öyrənməliyəm? Mənim öyrənməli olduğum mesaj nədir? Nə cür reaksiya göstərməliyəm? Bunu sakit başdan oturub fikirləşmək lazımdır. Mən sənə razıyam. Həmin situasiyada insan bilmir nə cür reaksiya versin. Məsələn, donma halı baş verir. Bəzən sən nə cür reaksiya verəcəyini, nə deyəcəyini, nə cür hiss edəcəyini bilmirsən. Kimisə gözləyirsən ki, kənarda sağ desinlər ki, bir kəsən bu cür davran. Bir kəsən bu cür elə. Bunu bilmirsən. Amma o ki, ha vaxt gözünə gəldin, bir də bax, deyək ki, mən imtahandayam. Bu sözü elə birinci özümə deyirəm, bəli, mən atamı itirmişəm. Mən bilirəm ki, mənim üçün çətindir, ağırdır, məsuliyyətlidir, qorxuludur. Hisslərdir, bax, hamısı hisslərdir. Biz bəzən hisslərimizi dəhşət salırıq, deyirik ki, pisdir, yaxşıdır, pis hiss edirəm, yaxşı hiss edirəm. Gəl açaq, çətindir, ağırlıdır, qorxuludur, məsuliyyətlidir. Hisslər gəlirmi? Üzücüdür, həyəcanlıdır. Hisslərimi analiz edə bilirəmmi? Göstərə bilirəmmi ki, məsələn, bu şeylər var içimdə və mənim hisslərim bunlardan ibarətdir. Okey, yaxşı. Bu hadisə niyə yaşandı? Bir özümü izah edirəm. Çünki insanıq, gəldiyimiz kimi gedə bilirik. Heç bir şey əbədi deyil. Bizimlə ömrümüzün sonuna kimi qalmır. Valideynlərimiz bizim rəhbərlərimizdir. Hansı ki, bizim bu həyata gəlməmiz üçün müəyyən yaşa qədər özümüzü idarə edə bilmədiyimiz üçün onlar bizə rəhbər təyin edirlər. Sevgini və digər hissləri bizə öyrədən ilk insanlardır. Münasibəti bizə öyrədən ilk insanlardır. Onlara qarşı yaxşı olmalıyıq, xidmət eləməliyik. Okey. Yaxşı. Mən indi neyniyim? Neyə bilərəm? Maksimum nə eləyə bilərəm bunlar üçün? Ağlayıb, bütün gün ağlayıb. Bəli, ağlayacaqsan. Hisslərin, yaşadığın travmalar, yaşadığın ayrılıqlar, yaşadığın itkilər bir daha sənə qayıtmayacağı üçün ağlayacaqsan. Ağla. O qədər ağla. Heç kim sənə heç nə demir. Mən də ağlayıram. Yəni, mən də insanım, mən də hisslər var, mən də ağlayıram. Axşam yatanda ağlayıram. Elə olur ki, momenti olmur. Bəzi yerlərdə yersiz yerə ağlayıram. Bu hissimdir mənim, mən insanam. Ağla, sən də ağla. Ayrılıbsan, ağlamaq hissi gəlir, ağla. İtiribsən, ağlamaq hissi gəlir, ağla. Uduzubsan, ağlamaq hissi gəlir, ağla. Gücün çatmır, ağlamaq hissi gəlir, ağla. Ağla. Amma bunun bir müddəti olmalıdır. 5 il, 10 il, 1 ay, 3 gün fərqi yoxdur. Ağla, qəbul elə, yaşa, onu doya-doya. Demək yenə deyirəm, hasatdır. Mən bunu demirəm ki, sırazı belə elə. Deyirəm ki, məlumatın olsun, özünə bunu təlqin elə. Ağla. Amma sonra anla. Nəyi anla? Sən onun üçün nə eləyə bilərsən? Dua eləyə bilərsən. Sən onun üçün xeyir işlər görə bilərsən. Sən onun üçün ona da fayda ola biləcək nələrsə eləyə bilərsən. Sən özünü inkişaflətdirə bilərsən. Sən özünü həyatına qaldığın yerdən davam eləyə bilərsən. Özünü daha yaxşı versiyaya gətirə bilərsən. Söhbət bütün ayrılıqlardan, itkilərdən gedir. Özünə yeni bir həyat qurmaq üçün çalışa bilərsən. Tamam mı? İmtahan sənə, sən zulm eləmək üçün gəlmir. İmtahan səni yıxmaq üçün gəlmir. İmtahan səndə nə olduğunu sənə göstərməkdən ötürü gəlir. İçində nə daşıdığını göstərməkdən ötürü gəlir. Səni qəbilə sirkəliyir, yıxır, dağıdır. Sənə göstərmək istəyir ki, Peykər və yaxud filan kəs, kimsənsə bu videoya baxan, İçində bunlar var. Bax, mən sənə açdım, tökdüm.
İndi burada sağ lazım olmayanları götür, lazım olanları saxla. Əsas məqsədinə yayınma. Çünki sən bu həyata bir məqsəd üçün gəlibsən. Sənin bir missiyan var. Yayınma, qəbul elə, bağlılıqlarını burax. Çünki bizim bağlılıqlarımız var və bu ayrılıqlar, itkilər bizim bu bağlılıqlarımızı qopartmaqdan ötürü gəlir. Bağlılıqlarını qopart və xatırla. İnsan unutqan da xatırlatmağa görə gəlir imtahanlar. Səni xatırlatmağa görə. Yaxşı, bəs imtahan periodunda bu şeyləri gördüm, başa düşdüm. Hə? Ki səbəb budur. Düzdürmü? Başa düşdüm. Nağarım bundan sonra. Neyniyim? Neyniysən? Növbəti imtahanlar üçün azıqa toplamalısan. Mənəvi şəxsi inkişafına yatırım eləməlisən. Qısaca qayda budur. Mənəvi immunitetini elə hala gətirməlisən ki, heç bir ayrılıq, ölüm, itki sən dərindən sarsıtmasın. Yəni deyirəm, sarsıdacaq insansan, amma dərindən sarsıtmasın. Ona görə yox ki, mən robotam, mən güclüyəm, mən belə qalmalıyım. Yox. Yolundan döndərməsi də, yəni nə ağır itki olursa olsun, ağlına nə gəlirsə gəlsin. İmtahan baxımından deyirəm, amma səni dərindən sirkələməsin. Çünki sən dərindən sirkələnmək, özünü itirmək ağır bir perioddur və ağırdır. Yəni sən onu eləməlisən ki, bu sən nə oxşuyur? Bir karkazı möhkəm olan və yaxud möhkəm olmayan bir binaya oxşuyur. Karkaz möhkəm olmayanda nə olur? Küləkdə, zəlzələdə, bir şeylərdə aşırı dağılır, düzdür? Sənin də psixoloji, mənəvi, şəxsi inkişafın, immunitetin, ruhi immunitetin güclü olmalıdır ki, səni əstirməsin. Tamam mı? Bu üçün müəyyən praktikalar, müəyyən terapiyalar, müəyyən mentorluq proqramları, müəyyən, nə bilim, kitablar, seminarlar var. Hər şey düşür sənin üstünə, heç kim gəlir sənə deməyəcək ki, mən gəlmişəm sənin ruhi, mənəvi sağlamlığını gücləndirməyə. Yox, sən işləməlisən üstündə. Zəifliklərini tapmalısan, yeri gəldə dəstək almalısan, çəkinməməlisən. Yeri gəldə profesional dəstək almalısan, yeri gələndə illərini sərf eləməlisən. Asan məsələ deyil bu. Sənin tutaq ki 25 yaşın var ya da 20 yaşın var. Sən 20 il öyrəndiyin sistematika ilə, psixoloji sistematika ilə bir ilin içində sən 20 il öyrəndiyin şey nədən dəyişə bilərsən? Fitri istinadın gərək olar. Ona görə işləməlisən üstündə ta ki sən məhv eləyən şeyləri sən müsbətə çevirənə kimi. Ona görə baxmalısan burada, yenə deyirəm, o immuniteti formalaşdırmaq. İmmuniteti formalaşdırdıqdan sonra daha doğrusu artıq baxacaqsan. Case kimi qarşına mini hadisələr çıxacaq. Mini imtahanlar çıxacaq. O imtahanlarda sən fərqindəlik yaranacaq. Deyəcəksən ki, mən imtahandayam. Həyatında bir tıxanıqlıq baş verir. Maddi, mənəvi sağlamlıq, ruhi fərqi yoxdur. Sən görsən ki, burada bir sıxıntı var, mən imtahandayam. Yaxşı, imtahandayam, sən neynəməliyəm? Qayda nədir? Nəyə baxmalıyam? Və hansı düsturu istifadə etməliyəm? Düstur çox önəmlidir. O düsturlarda, o, nə bilim, nə deyirlər ona? Listləri də səndən artıq o yola kim çıxırsa, o sən verməlidir. Ya da özünü araşdırıb tapmalısan. Mən necə eləyim? Bu situasiyalarda fərqindəliyimi və özümlə olan münasibətimi qoruyum. Özünlə olan münasibətin nə qədər güclüdürsə, özünlə olan münasibətin nə qədər sağlamdırsa, mən sənə əminliklə deyirəm ki, sən imtahanlarda çox rahatlıqla çıxacaqsan. Əgər özünlə rabitən güclüdürsə. Əgər özünlə rabitə qopuqdursa, hisslərini, düşüncələrini, duyğularını, davranışlarını, vərdişlərini, dəyərlərini, yeri gəldi qərarlarının kökündə duran səbəbləri tam şəkildə ayırd elə bilmirsən ki, məsələn, bu sözü mən niyə dedim?
bu davranışdan gələn hissi niyə hiss etdim? Əslində bunun kökündə duran səbəb nədir? Bunlar tam şəkildə aydınlaşdıra bilmirsə, demək ki, özünə bağın zəifdir. Birinci qayda budur. Bu videoya baxan şəxs, xahiş edirəm səndən. Çox-çox xahiş edirəm. Özünə edə biləcəyin ən böyük yaxşılıq özünlə bağını gücləndirməkdir. Və bu videonu mən Instagrama bir qısa led kimi qoyacağam. Özünlə bağını gücləndirmək sənin özünə edə biləcəyin ən böyük yaxşılıqdır. Ən böyük yaxşılıqdır və imtahanlarından çıxmaq üçün sən mütləq şəkildə özünlə bağını gücləndirməlisən. Özünlə bağın qopuqdursa, hər şey sənin üçün qopuq-qopuq yaranacaq. Ona görə mən sənə arzu edirəm ki, bugün də özünə qayıdasan, özünə dönəsən, özünü tanıyasan, hər şey göy-gəri çıxır özünü tanımaya. Sən özünü tanısan, ətrafdakı insanları da tanımış olacaqsan. Sən özünü tanısan, başqalarının da nə üçün elədiyini yaxşı biləcəksən. Çünki hamımız bir-birimizə oxşarıq. Hamımız bir-birimizə görünməz bağlarla bağlıyıq. Ona görə çətinliklər nə səni, nə də məni yıxmasın. Çətinliklər, imtahanlar səni getdiyi yoldan ayırmasın. Bunlar sadəcə kənardan olan reallıqlardır. Proseslərə real və olmalı olan bir şey kimi baxdıqda daha rahat şəkildə ötürə bilirsən. Hissi cəhəti demirəm, məntiqi cəhəti deyirəm. Hissi cəhəti onsuz da zaman lazımdır. Sən bir dənə bunu oturtursan beyninə, fərqinə varsan, kökdən fərqinə varsan, hisslərinin də dəyişdiyini görəcəksən. Gözəl günlərdə görüşmək diləyilə. Özünə yaxşı bax.